Prolaktin polipeptid tərkibli hormondur. Hipofisin ön payında yerləşən laktotrop hüceyrələri tərəfindən sintezlənir. Prolaktin hormonu adətən qanda yoxlanılır və qanda yüksək səviyyədə olduğu zaman çox vaxt endokrinoloqlar, ginekoloqlar təşvişə düşməyə başlayır. Ancaq prolaktin hormonunu yoxlamamışdan əvvəl müəyyən qaydalar var ki, onlara əməl etmək lazımdır. Hər hansı fiziki gərginlik, emosional stres, idman müalicəsi, protein, fiziki aktiv idmanla məşğul olmaq, dərman qəbulu, antidepressantların qəbulu, trankvilizatorların qəbulu, bunlar prolaktin səviyyəsini qanda səhvən yüksək göstərə bilər. Bəs biz prolaktini hansı saatlarda verə bilərik? Günün hansı saatlarına? Yuxudan durduqdan 2 saat müddətində verə bilərik və protein qəbulundan 4 saat sonra verə bilərik. Deməli ki, prolaktin hormonunun qanda yoxlanılması menstrual siklindən heç bir əlaqəsi yoxdur. Bəs qanda prolaktini nə zaman biz yoxlayırıq? Hansı şikayətlər olduqda? Əgər sizdə menstrual düzənsizlik, menstrual siklin uzun olması və yaxud da ki, heç olmaması, koitus, cinsi zəiflik, süd vəzindən süd gəlmə, sonsuzluq və bu kimi şikayətləriniz varsa, bu zaman qanda prolaktin səviyyəsi yoxlanmalıdır. Və həmçinin libidoda azalma, kişilərdə impotensiya, süd vəzisində olan süd vəzisinin axıntısı, həmçində qadınlarda və artıq çəki zamanında qanda prolaktin səviyyəsinə baxmaq lazımdır. Ancaq unutmayaq ki, prolaktinin çox hissəsi makroprolaktin tutur və bu zaman biz qanda yoxladıqda, prolaktin səviyyəsi yüksək olduqda hər zaman xəstəyə müalicəyə başlamırıq, növbəti araşdırmalarımıza aparırıq, ondan sonra ehtiyac varsa müalicə edirik.